Deməli, 3 rəqəmli ədədlərin bir rəqəmli ədədə bölünməsində nə zaman cavaba 0 yazılır, onu izah edirəm. İndi burada bax 7-ni 7-yə böləndə əvvəldən bölməyə başlayırıq da. 7-ni 7-yə böləndə 1 düşür. 7-nin özü 7-yə bölündüyünə görə 7-dən 7-ni çıxıraq 0 qalır. Burada 1-i gətirək aşağı. 1-i aşağı gətirək. 1 7-yə bölünmür və biz 4-ü gətirək. Burada 2 dənə rəqəm aşağı düşürdüyümüzə görə birinci və ikincini heç vaxt nəzərə almırıq. Birinci və ikincini bir dəfə, məsələn, tutaq ki, burada 70 olmadı, 56 oldu. 56-nı 7-yə bölsək, onda 0 yazıla bilməz. Əgər burada 2 dənə rəqəm aşağı düşürəksə, o zaman cavabın arxasına bir dənə 0 artırılır. İndi burada 14. 14-ü 7-yə böləndə qalır 2. Demək, 2 dəfə də 7, 14 bu formadır. Yəni, yenə deyirəm, əvvəlki 2 ədəd buradakı ədədə bölünürsə, biz burada 0 yazmırıq. Birinci ədəddən sonra ikinci və üçüncü rəqəmləri aşağı düşürdükdə, o zaman cavaba 0 əlavə edə bilərik.